kasıb ailədən çıxmışıq. Biz iki qardaş, yəni birlikdə işləyərək qarşımıza məqsəd qoymuşduq ki, biz işləyib kasıbçılığın daşını ataq. Qrup yoldaşlarıma ilk turu təşkil elədim. Getdim evə, avtovazala getdim, avtobus danışdım, yeməyi falan, əti falan, hər şey danışdım, proqramı qurdum, hər şey yazdım, kalkulyasiya elədim, kostunu çıxartdım. Sabahsı gün gəldim. Proqram qoydum qarşılarına ki, mən bu işi sizin üçün eləyə bilərəm. Adam başı 15 manatdan. Uşaqlar mənə dedi ki, Murad, yaxşı fikirləşmirsənmi? Yəni bir ziyana gedərsən, kasıb oğlansan. Mən dedim ki, yox, narahat ol. Siz mənə görə narahat olmayın. Yəni mən dəqiq hesablamışam. Dəyərli izləyicilər, hər birinizi xoş gördük. Mən Hekayə Qutusu layihəsinin rəhbəri Mirzavidan. Bu günləri Bakıdan gedirik İsmayıllı rayonuna. Murad Kərimov, Runaway və bu yaxınlarda Talıstan adlı istirahət mərkəzi açıb. İnşallah xeyirli olsun. Gedirik onun hekayəsini çəkməyə. Bu biznesi, bu işi necə yaradıb. Düşünürəm ki, maraqlı olacaq. Ümumiyyətlə biz indiyə qədər 40-a yaxın iş adamından müsahibə almışıq. Bu mövzuda da düşünürəm ki, ən yaxşılardanıq. Sizlər də çox sağ olun, təşəkkür edirik ki, bizim bu layihəmizi izləyirsiniz. Əgər bizi indi iş adamları, sahibkarlar da izləyirlər, əgər sizlər də öz biznes hekayənizi danışmaq istəsəz, bizə müraciət edə bilərsiniz, gələ bilərik, sizin bu biznesinizi çəkə bilərik, sizin hekayənizi işıqlandıra bilərik. Həm yaxşı bir iş ümumiyyətlə gördüyümüzü düşünürəm. Biz bəzən şikayətlənirik ki, sosial mediada yaxşı bir şeylər yoxdur və s. Amma biz çalışırıq ki, buna qalib gələk, yaxşı videolar, yaxşı layihələr həyata keçirək. Mənim ümumiyyətlə YouTube-da 5-ə yaxın layihəm var. Bəziləriniz indi məni tanıyırsınız. Bizim hərbi layihəmiz var. Biz orada xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçularından müsahibə alırıq. Bizim orada hal-hazırda 300.000 izləyicimiz var. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. İndi də hal-hazırda yoldayıq, gedirik Murad bəyin qonağı olaq, ondan gözəl bir video çəkək. Yollar da təmir olunub, maşallah, gözəldir. Murad bəy Azərbaycanda turizmin inkişafında həqiqətən də çox böyük fəaliyyətlər göstərir. Onların Runaway adlı istirahət mərkəzini xaricdən də izləyirlər. Ora hətta xaricdən orada istirahət eləmək üçün qonaqlar gəlir, mən görmüşəm. Ümumiyyətlə, mən Nəsimi bəyi də buradan salamlayıram. Onlar iki qardaşdırlar. Elə birinci mənim Nəsimi bəylə münasibətim olub. Onlar Turizmaz şirkəti var. Çox öncədən onlar turizm fəaliyyəti ilə məşğuldurlar. İşlərində uğurlar arzu edirik. Murad bəy də İsmayıllıdadır. Birazdan o da gələcək. Salamünaleyküm. Xoş gördük. Necəsiniz? Xoş gördük sizi. Sağ olun, çox sağ olun. Sizə təşəkkür. Təşəkkür edirəm. O mikrofonu sizə taxaq. Çoxdan ki. Maşallah. Axır ki görüşdük uzun müddətdən sonra. Maşallah çox gözəldir. Gəldik. Siz bəyəndiniz hər şey. Çox möhtəşəm. Yerləşdiniz artıq kotejlərə yoxsa? İndi yerləşəcəyik. Biraz çəkişlər elədik. Dedik siz gələnə kimi biraz görüntülər götürək. Tam olaraq axşama düşməyək. Mən sözün açığı dedim, birinci rezervasiya eləməmişdən öncə dedim ki, siz baxasınız, hansı kotejdə əgər daha münasib, belə deyək də, çəkiliş üçün rakurs varsa, görünüş var, məsələn, deyək ki, onun terasında oturub çəkiliş edəcəksə, terasının hansı daha gözəl görünüşü varsa, onu seçəsiniz. Yəni, aşağıda bizdə, səhv eləmirəmsə, hamısı doludur, bu çəpərdən sonraki olan hissədə də. Bir dənəsi orada boş, səhv eləmirəmsə, 4-ü doludur. Amma bunların hamısı boşdur hal-hazırda. Baxdıq, əslində fərqi yoxdur bizim üçün. O tərəfdə biraz səs var idi. Ona görə
dedik elə Bura Selcandır, səhv eləmirəmsə. bura baxaq. Fərqi yoxdur bizim üçün. Əsas odur ki, həm də biz çəkişimizi eləyərik də, onun qarşısında əyləşib çəkiş eləmək olar. Əla. Bir daha xoş gəlmisiniz deyirəm. Çox sağ olun. Sualınız ondan ibarət idi ki, biz ümumiyyətlə mən özüm hardan hara gəlmişəm. Bir kiçik bir həyat tarixçəmi, bir xronologiyanı bir mən qeyd edeyim. Deməli, orta məktəbi hərbi liseydə bitirmişəm. Sonra bakalavr təhsilimi İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsini bitirdim. Sonra 2005-ci ildən elə universitetdə olarkən turizm fəaliyyəti ilə məşğul olmağa başladım. Daxili turlardan başladım. Kasıb ailədən çıxmışıq. Biz iki qardaş, yəni birlikdə işləyərək, nətər deyim, müəyyən bir qarşımıza məqsəd qoymuşduq ki, bu artıq biz işləyib kasıbçılığın daşını ataq. Yəni başqa, çünki yerdən fikirləşmirdik ki, məsələn, göydən nəsə bir hədiyyə düşəcək bizim üçün. Hardan başladınız? Necə oldu? Qardaşımla biz danışdıq ki, bax, az yaşımız var idi ki, yəni atamızın vəziyyəti elə də yaxşı deyil, yəni müflis olubdu və bizim öz gələcəyimizi qurmaq üçün biz əlimizdən gələni eləməliyik ki, nəinki özümüzə, eyni zamanda ailəmizə də dəstək olmalıyıq. Bakıda yaşamısınız yoxsa? Xeyr, doğulmuşuq Mingəçevirdə, amma sonra təhsil məqsədi ilə Bakıya getmişik, bəli. Qardaşım universiteti oxumağa gedəndə Bakıya getdi. Sonra artıq mən hərbi liseyi oxumaq üçün Bakıya getmişəm. Sonra artıq da ikimiz də oxuduğumuza görə hamımız köçdük də Bakıya. Və Bakıda olduğumuz müddətdə də qardaşım artıq universitetdə oxuya-oxuya o işləyirdi. Mən də hərbi liseydə təhsil alırdım və hərbi liseydən sonra artıq yəni mən hərbiçi olmaq qərarına imtina elədim ki, mən istəmirəm hərbiçi olum. Müəyyən səbəblər, biraz uzun hekayədir orada ki, səbəb niyə elə oldu və İqtisad Universitetinə qəbul oldum. Yəni adi məktəbi qurtarmış kimi, yəni hərbi lisey 19, 10, 11-ci sinifləri oxuyursan orada. O bitirdim və İqtisad Universitetinə adi abituriyent kimi yəni müraciət elədim və imtahan verdim, qəbul oldum. İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər. Və orada təbii ki, oxuyarkən birinci kursda elə, səhv eləmirəmsə, birinci kursun sonu, ikinci kursun əvvəli idi. Elə oradan yarandı, sözün açığı. Mən hərbidə oxuyarkən təlimlərimiz, yəni idman yarışlar, yəni səmti müəyyən etmə yarışları falan, bunlar hamısı artıq bizdə sonra günün nizam qaydasının hazırlanması, bunlar hamısı elə bir ki, turizmin hərbiləşdirilmiş versiyasıdır. Yəni istənilən bir tur təşkilatçılığında tur proqram hazırlanır. Biz də hərbidə gün nizam qaydasını hazırlayırdıq. Hansı saatdan hansı saata nə edəcəyik, hansı saatdan hansı saata, yəni şəxsi heyəti hara aparacağıq, hansı saatda nə edəcəklər, hansı saatda nə edəcəklər. Yəni mən sadəcə olaraq hərbi sistemi modifikasiya elədim turizmə və təbii ki, təbiətdə sevirdim, fiziki hazır idim, yəni idman tərəfindən və qrup yoldaşlarıma ilk turu təşkil elədim. Yəni o da səbəb o idi ki, qrup yoldaşlarım tur harasa getmək istəyirdilər təbiət qoyununa və yəni bizdə də ki, BİM-də yəni uşaqlar biraz imkanlı uşaqlar var idi, bir də mənim kimi kasıbçı var idi və mən görürdüm ki, onlar artıq bir neçə gündür müzakirə edirlər ki, biz hara gedək, necə gedək. Artıq mən getdim evə, avtovazala getdim, avtobus danışdım, yeməyi falan, əti falan, hər şey danışdım, proqramı qurdum, hər şey yazdım, kalkulyasiya elədim, kostunu çıxartdım. Sabahsı gün gəldim, proqram qoydum qarşılarına ki, mən bu işi sizin üçün eləyə bilərəm, adam başı 15 manatdan. Uşaqlar mənə dedi ki, bəs Murad, yaxşı fikirləşmirsənmi? Yəni bir ziyana gedərsən, kasıb uşaqsan falan, kasıb oğlansan. Mən dedim ki, yox, narahat ol. Siz mənə görə narahat olmayın. Yəni mən dəqiq hesablamışam. Oradan 15 manatdan, səhv eləmirəmsə 5 manatdan mənfəətim var idi. Yəni belə, bəli.
Elə onunla başladı, macəra onunla başladı. Sonra gördüm, nə yaxşıdır. Alınır. Həm bacarıram, həm də rəqibim yox idi həmin vaxtı. Səbəb də ondan ibarət idi ki, hamı asan dışında ancaq qaçırdı. Yəni, misal üçün, Antalyaya bir dənə bilet yazmaq və orada, misal üçün, hər biletdən 300-400 manat pul qazanırdılar. O vaxtda bilet bu qədər asan deyil idi. İndi elektron biletdir. O vaxtda kağız bilet idi. Kağıza belə bilet yazırdılar, blanka daha doğrusu. Və o blank olmayanda heç kim bilet yaza bilmirdi. Misal üçün, deyək ki, mənim 10 dənə blankım var. Samolyotda yer var, amma sizin blankınız yoxdur, yəni siz sata bilmirsiniz. Mən də blankları yığmışam özümdə, almışam, kiməsə hörmət eləmişəm, blankları almışam və o blankı olan adam satırdı. Ona görə də biraz monopoliya yaranırdı və insanlar oradan bu spekulyasiyadan istifadə edib yaxşı pul qazanırdılar. Yəni biletin birinə 300-400 manat qazanan adam nə işi var gəlib 15 manatlıq tur eləsin, yəni. Ona görə də bu situasiyasında mənə şərait yaratdı ki, mən daxili turizmlə məşğul həftə sonu qrup turları. Həmin vaxtda heç kim eləmirdi. Yəni həftə sonu qrup turlarını bir dənə də belə rəqibim yox idi. Bəli, Improtex Travel şirkəti var idi ki, onlar xaricdən gələn turistlərə qrup turları eləyirdilər. Bu incoming turizmdir. Amma inbound, yəni daxili turizmlə məşğul olan yox idi. Yəni mən tam məsuliyyətimlə bunu deyə bilərəm ki, 2005-ci ildə bizim rəqibimiz yox idi. Sonra nə ediniz? Sonra artıq belə deyək də qardaşım onu qoşdunuz. Belə yox, qardaşım Case Travel-da işləyirdi o vaxtı. Rəhmətli Rəhim Hüseynov var idi. Çox marketinq, ümumiyyətlə Azərbaycanda marketinqin atasıdır. Marketinq cəmiyyətinin yaradıcısı. Onun şirkəti var idi, Case Travel. Qardaşım orada işləyirdi. Bir gün elə oldu ki, yəni mən misal üçün bu universitet uşaqları üçün, yəni tələbələr üçün tur təşkil edən vaxtında pulu ancaq belə deyək də elə koridorda alırdım ya nətər deyim, dərsdə idim, misal üçün qapını döyürdülər ki, bəs Kərəm Muradı olar, gəldi, çıxırdım çölə, biz yığmışıq bunu, ala bizim üçün də təşkil edir, dəftərimdə belə qeyd edirdim. Elə oldu ki, bir dəfə, hətta mən sizə gülməli bir şey danışım, müəllim dərs deyən vaxtında bir neçə dəfə qapı döyüldü. Müəllim dedi ki, sən nə satırsan, bu cəmaət elə hamısı səni niyə axtarır ümumiyyətlə? Pul verir. Bu nədir? Yəni belə gəlib yığıb pul verirlər. Dedim, bəs müəllim, yəni mən belə bir şey işlə məşğulam, tələbələri avtobusla təşkilatçılığı aparıb gəzdirirəm. Dedi ki, biz müəllimləri də apara bilərsən. Yəni biz də bu iş istəyirik gedək, kimsə təşkilatçı tapa bilmirik. Düzün mənim gözüm üstə, elə onlar üçün də elədim. Düzdür, onlara 20 manat oldu. Yox, nə pulsuz, yəni pulsuz iş görmək olmaz ümumiyyətlə. Müəllimlər üçün tur təşkil elədiniz. Bəli. O işdə bir şey gedir öz axarında. Sonra nə oldu? İş böyüdü və artıq mən gördüm ki, ofis açmaq lazımdır. Bəli, tələbat var və ofis açmaq lazımdır, amma biraz da risk eləmirdim. Pul yığmışdınız? Qardaşımdan xahiş, bəli, müəyyən səviyyədə bir pul var idi, kompüter falan almağa, evdəki kompüterlərdən də istifadə elədik. Qardaşıma dedim ki, bəs ayrıca bir ofis açmaq yox, amma olar ki, Rəhim müəllimdən xahiş eləyəsən, biz gələk, zaten siz tur satırsınız, Antalya turu, bilet satırsınız, mənim sizə heç bir maneçiliyim yoxdur. Otağınızın birini, yəni mənə, yəni çölə çıxışı olan otağınızın birini mənə belə deyək də Rəhim müəllim kömək eləsin. Mən orada biznesimi başlayayım. Dedi ki, yox, mən deyərəm, amma yenə də özün də gəlib desən yaxşı olar. Gəldim Rəhim müəllimlə, görüşdüm, elə Nəsim müəllimlə birlikdə, qardaşımla birlikdə. Mən Rəhim müəllimə belə bir şey təklif elədim ki, həmin o çölə çıxan otaq Acariyanın turizm informasiya mərkəzi idi. Yəni, Rəhim müəllim əməkdaşlıq edirdi Gürcüstandan, Acariyanın turizm informasiya mərkəzi idi. Mən dedim ki, bura zaten işçi götürmək istəyirsiniz də, Rəhim müəllim. Dedi ki, bəli. Yəni, o işçi Acariya haqqında məlumat verir. Kimsə qapıdan girsə, Acariya haqqında məlumat verməlidir. Düzdür? Dedi, düzdür. Dedim, mən Gürcüstanı, xüsusilə Acariyanın turizm potensialını daşından tutmuş qayasına kimi hamısını oxuyum. Kimsə girsə məlumat verəcəm mən. Amma siz bir dənə bura mənə pulsuz öz işimdə görün. Bəli, öz işimdə görün. Dedi ki, əgər təbii ki, sən bu işin öhdəsindən gələcəksənsə, yəni gəl otur. Mən də getdim, hazırlaşdım, həqiqətən də oxudum. Rəhim müəllim də bir neçə sual verdi. Rəhmətli Rəhim müəllim Acariya haqqında. Hamısını cavab verdim. Dedi, hə, onda otur işlə. Oturduq elə, o vaxtda turizm ad saytı, hələ ki, turistlər üçün informasiya məkanı kimi, yəni xəbər saytı kimi fəaliyyət göstərirdi. Siz onu yaratdınız da? Qardaşımla birlikdə. Qardaşımın dostları, qardaşım bir də mən.
belə deyək də, o vaxtda xəbər saytı kimi fəaliyyət göstərirdi. Amma işin turizm tərəfini isə sırf mən məşğul olurdum ondan. Yəni bu daxili turlar. Satışlar. Mən elə qardaşım gilə də bir təklif elədim. Qardaşım və dostlarına təklif elədim ki, mən sizin saytınızın xəbərlə təmin olunmasını mənim işçilərim xəbərlər tərcümə edəcək, xarici turizm xəbərləri. İşçi də götürmüsünüz. Bəli, bəli. O da işçi deyil də tələbələri götürmüşəm. Tələbələrə stajyer kimi, bəli, pul yox da az idi pul. Yəni minimal məvaciblə belə deyək də, məsələn o vaxt nə bilim aylıq 50 manat, məsələn belə böyük şey idi əslində 50 manat, 100 manat məsələn belə şeylər. Öyrədirsiniz. Bəli, mən onlara öyrədirdim, işi öyrədirdim və həm daxili turda bələdçi kimi gedirdilər, maraqlı idi onlar üçün. Həmçinin turizm öyrənirdilər, həmçinin turizm haqqında xəbərləri tərcümə edirdilər. O vaxt Turizm İnstitutundan xeyli biz tələbələrimiz olub, praktikaya gəliblər bizə. Turizm İnstitutunda belə proqram var idi. 3-cü kursdan sonra tələbələri praktikaya göndərirdilər. Həmən uşaqlar bizdə yəni ki, elə bir praktika keçirdi və təbii ki, içindən yaxşıları da çıxdı və bizim daimi işçilərimiz oldu sonradan. Turlara gedirdilər. İndi hal-hazırda həmən uşaqlar özlərinin turizm şirkətləri var. Artıq böyüyüb, yəni başa çatıblar özlərinin turizm şirkətləri var və beləliklə mən yəni turizm fəaliyyətində daxili turlarla məşğul ola-ola xəbər saytında artıq qaldırdıq, inkişaf elətdirdik. Azərbaycanda bir nömrəli turizm xəbər saytına çevrildi. Yəni turizm xəbərləri dedikdə bizim saytında yəni ki, nəzərdə tutulurdu. Və bir müddətdən sonra artıq mən qardaşıma təklif elədim ki, bəs mən artıq xarici turlarla da məşğul olmaq istəyirəm. Gəl xarici turlarda eləyək. Artıq yəni bu düzgün deyil. Rəhmətli Rəhim müəllimin ofisində oturmaq. Mən ayrıca gəl bir yerdə ayrıca ofis götürək ki, yəni onun biznesinə rəqib formalaşmayaq. Biz ona görə ayrıca getdik, ofis götürdük və başladıq artıq. Pul da var da yavaş-yavaş. Pul da yavaş-yavaş yəni qazandıq. Artıq yəni tələbə yox, normal işçi götürürdük. Öz öyrətdiklərimizə normal maaş verirdik və ilk ofisimiz bizim Targovda İsir Plazanın arxasında Lev Tolstoy küçəsi var. Orada bir balaca bir nətər deyim sizə, bir 10 kvadrat idi, 15 kvadrat idi, balaca bir ofis idi. Yəni 3-4 nəfər sığışan bir ofis idi. Sonra artıq qardaşımın dostları ilə biz halallaşdıq, sağollaşdıq. Onlarla müəyyən məbləğ qarşılığında ki, misal üçün artıq biz domeni götürək özümüzə. Yəni ki, biz artıq xəbər saytı yox, turizm şirkəti olmaq istəyirik. Yəni onlar da turizmçi deyil idilər və ona görə onlarla halallaşıb, yəni onların payını aldıq sırf xəbər saytı tərəfindən və sonra artıq qardaşımla birlikdə xəbər saytını turizm şirkətinə çevirdik. Artıq həmin dövrdə 2007-2008-ci illərdə artıq nəinki daxili turizm, hətta xarici bir 40-a yaxın ölkəyə biz turist göndərə bilirdik. Paket şəklində də? Bəli, paket şəklində xarici turlar təşkil edirdik. Düzdür, qardaşım kənardan bizim biznesdə iştirak edirdi. Yəni, hər zaman onun tövsiyələri, hər zaman onun təcrübəsindən faydalanırdım. 2012-ci ilə qədər qardaşım Azərsun Holdingdə çalışdı, yaxşı vəzifədə çalışırdı. Sonra artıq Turizmaz özünü kifayət qədər doğruldandan sonra bir Azərbaycanda aparıcı bir turizm şirkəti brendinə çevriləndən sonra qardaşımla qərara gəldik ki, o gəlsin, bəli, artıq işə fokuslansın və aramızda danışdıq ki, o xarici turizmlə məşğul olacaqdır. Mən isə incominglə məşğul olacağam. Xaricdən turist gətirməklə məşğul olacağam. Sonra 2013-cü ildə, yəni 2012-də o gəldi, 2013-də mən xaricə getdim ki, artıq mən yorulmuşam. Mən gedim, bəli, magistr dərəcəmi İngiltərədə alım. İngiltərədən qayıdandan sonra artıq qardaşım xarici turizmlə, mən incominglə məşğul olmağa davam elədim. Xaricdən turist gətirməklə. Kifayət qədər də uğurlu gedirdi hər şey. Sadəcə olaraq devalvasiya, pandemiya, yəni bunlar hamısı mənfi təsirini göstərdi və sonuncu artıq bu koronavirus söhbətindən sonra mən biraz küstüm, yəni əslində turizmdən, yəni biraz nətər deyim, çox çökdü də. Bəli, çox çökdü və sektordan biraz küstüm ki, mən ümumiyyətlə sektorumu dəyişmək istəyirəm. Amma şükür Allaha ki, Allahın mənə göndərdiyi
mesaja mı, siqnala mı, yəni ki, diqqət yetirdim və öz sektorumdan çox da uzaqlaşmadım və Runaway House brendini yaratmaq qərarını aldım. Murad bəy, üzr Bəli. istəyirəm. Siz dediniz artıq fikir var idi, Bəli, ideya var idi. bəli, Siz investor tapdınız, bəli. yaxın dostunuz investisiya elədi. Bu yeri necə gəldiniz, tapdınız, burada necə başlayaq? Biraz da onlardan danışsanız bizə. Açıq deyim ki, mən turizm şirkətini idarə eləyərkən bir çox layihələr eləmişdik. Yəni Adventure Az layihəsi, hansı ki bu macəra turları, sırf təbiət qoynunda hiking turları təşkil edən bir şirkət idi. Bu 2014-cü ildə bunu yaratdım və o vaxtı bizdə Azərbaycanın aparıcı alpinistləri bizdə çalışırdı. Onlarla birlikdə belə yüksək dağ turları, zirvə turları təşkil edirdi. Maraqlı aşırımlara olan turlar təşkil edirdi. Təcrübəli və Firex səhv eləmirəmsə, Firex təşkilatının təlim keçdiyi uşaqlar var idi ki, hansı ki yetirmələr vardı onların, yəni alpinistlər vardı. Onlarla birlikdə Adventure Az proyektini elədik. Mən investisiya edirdim o layihəyə. Bir yerdə işləyirdi və onlarla birlikdə mən dağlara qoşulub gedirdim. Qusarın Laza kəndindən Qəbələnin Laza kəndinə dağlarla marşrut var. O marşrutu uşaqlar mənə keçirtdi. Yəni birlikdə onlarla birlikdə getdik biz. Mən o marşrutu keçərkən gəldi, yəni biz elə Qalacığın yuxarısında bir dağ var, oradan keçmişdik. O vaxt dostlarımızla bir yerdə keçəndə və yuxarıdan mən aşağı həmin Qalacıqdakı yeri görmüşdüm mən. Belə deyək də. Və sonra getdik biz Qəbələyə, Qəbələdə Lazada düşdük. Lazada maşınlarımıza mindik, uşaqlar getdilər evə. Mən maşınla gəldim Qalacığa. Yəni Qalacığa gəldim ki, o yerə baxım. Yerə baxdım, nə gözəl yerdir. Yəni sevdim o yeri. Sözün açığı mən Qalacığa vuruldum mən. Həqiqətən də may ayı idi təqribən. Orada may ayında daha da gözəl, yəni orada çoban yastığı çiçəyi açır hər yerdə və çox belə heyrətamiz bir gözəlliyə malik bir mənzərə formalaşır və mən dedim ki, yox, mən bura yenidən qayıdacağam. Gəldim, sonra bir neçə dəfə səfərlərim oldu. Sonra artıq ora artıq o qədər sevmişdim ki, ora gəlib kirayə ev tuturdum, qalırdım, orada gəzirdim, Qovğadar yaylağına gedirdim, Şəlaləyə gedirdim. Çox marağıma səbəb olmuşdu. Var idi də istirahət. Orada yəni ki, orada heç nə yox idi. Ora çox belə də saf təbiətdir, heç nə yoxdur, heç nə yolu var idi, nə bir şey. Yəni bildiyiniz, yəni mən ora Prado ilə güclə çıxırdım da, yəni ki, o qədər belə, yəni yolu bərbad gündə idi. Sonra mən oranı artıq pandemiya dövründə də hətta kirayə ev tutub qalırdıq orada. Yəni məsəl üçün cəmaət SMS-lə çölə çıxan vaxtlarda məsəl biz qaçıb gəlib orada kirayədə ev tutmuşduq. Yəni binada otağın içində fırlanıb qalınca, yəni ki, elə bir yerdə qalmaq daha məqsədə uyğundur. Yəni ən azından evindən həyətə çıxırsan da, yəni ki, orada heç bir virus riski yoxdur. Və çox qalırdıq elə bir. Sonra qərara gəldim ki, yəni burada artıq bir məskən salmanın vaxtıdır. Mən elə torpaq aldım oradan. Hələ heç, yəni ümumiyyətlə bir söhbət yox idi. Sonra elə qərara gəldim ki, bu aldığım torpaqda bəlkə elə mən blueberry əkim. Başladım blueberry sahəsini araşdırmağa. Dərindən, bəli, bayaq dediyim kənd təsərrüfatı sahəsinə keçim. Araşdırdım dərinə, hətta bu işi ümumiyyətlə biznesi başlamamışdan əvvəl ümumiyyətlə biznesin içini yəni araşdırasan. Mən o işin aqrotexniki qaydalarını öyrəndim. Hətta 2 aylıq kursunu götürdüm mən. $1100 bir kurs var idi ki, öyrənim, onun təhsilini alım onun. Son anda artıq mən qərara gəldim ki, əkməyim. Əkmədim də və müharibə başladı. Müharibə qutarandan sonra artıq qərara gəldim ki, yox, pandemiya, müharibə falan, yəni artıq da qutardı hər şey. Turizmə qayıtmağın vaxtıdır. Və turizmə də dedim ki, yəni elə bir formada qayıdım ki, nəsə bir yeni bir məhsuluna, innovativ bir məhsuluna yer gəlmişkən Runaway House brendi, yəni ki, ilin innovativ brendi sertifikatını alıbdır Dövlət Turizm Agentliyi tərəfindən. Marketinq gözəl şeydir. Amma istənilən bir layihənin uğurlu olması üçün birinci növbədə, necə ki, marketinqdə Product, Price, Place, Promotion mərhələlər 4P var.
Elə onun birinci mərhələsində, product mərhələsində məhsulun özünü çox keyfiyyətli və düzgün məhsul istehsal etdiyin təqdirdə ola bilər ki, sən çox keyfiyyətli bir məhsul istehsal edirsən, amma o məhsul ehtiyac yoxdur bazarda. Yəni belə bir şey də ola bilər. Ona görə də lazımlı məhsulu və ən yüksək keyfiyyətdə istehsal etdiyin təqdirdə mütləq şəkildə kiçik bir təkanla həmin məhsulunu sata biləcəksən. Və xüsusilə də həmin məhsul əgər innovativ məhsuldursa. Yəni mən kökləndim, yəni bütün komandamızdan kökləndik məhsulun keyfiyyətinə. Xərcinə baxmadıq, əziyyətinə baxmadıq, əməyinə baxmadıq. Sadəcə olaraq kökləndik məhsulun keyfiyyətinə və vaxt gəldi məhsulun promotion tərəfinə. Promotion tərəfində biz strateji olaraq digital marketingə üstünlük verdik. Rezervasiya sistemini, onlayn rezervasiya sisteminə üstünlük verdik və təbii ki, digital marketingdə də bizə promotion tərəfdən dəstək olan bloger, belə də xidmətlərindən istifadə elədik. Və təbii ki, ümumiyyətlə hər bir biznesdə promotion tərəfini yüksək səviyyədə edə bilərsiniz. Amma o qonağı reklamda, videoda, şəkillərdə göstərdiyiniz məhsulu mütləq şəkildə düzgün gələndə də görməlidir ki, həmən məhsuldur. Məhz həmən məhsuldur. Çünki əks təqdirdə bir dəfə aldadacaqsınız, iki dəfə aldadacaqsınız, üçüncü dəfə aldada bilməyəcəksiniz. Ona görə də elə birinci işimiz produkta köklənmək idi. Yəni bizim məkan, bizim məhsulumuz nədir? Məkanın özüdür, evlərimizdir, kiçik evlərimiz və evlərimizin hər bir pəncərəsindən tutmuş, yatağına kimi, yataq dəstinə kimi, parçasına kimi, bastelinə kimi hər şeyi keyfiyyətli etmək məcburiyyətində idi. Yatağımız tam olaraq handmade, yəni əl işidir. Hamısı təbii taxtadır. Hətta toxunanda belə onun bəlkə də deyim ki, hiss eləyəcəksiniz ki, nə qədər əmək qatılıb bura. Və bunu biz həmin o kənd üslubunu saxlamağa çalışmışıq. Yataqlarımız xüsusi matraslar istifadə olunub ki, nə çox yumşaq, nə çox sərt, yəni orta bir sərtlik seçmişik ki, çünki bəzi insanlar var ki, yumşaq döşəkdə daha çox yatmaq xoşlayır. Bəzi insanlar var ki, sərt, belində ağrı olanlar sərtdə. O xırdalığa da diqqət Bəli. Ona görə biz o incəlikləri fikirləşib və ortaq məxrəcə gəlmişik. Yastıq belə xüsusi yastıqlardır ki, hansı ki bambu deyilən, yəni içində yəni xüsusi materialdır. Yəni siz yatarkən ki boynunuzun formasını alır və siz yəni səhər oyananda məsəl üçün boyun ağrısı ilə oyanmırsınız. Yəni belə deyək, məsələn şkafın qapısının ruskasına belə, yəni ki bu tutacağına belə fikir versəniz, yəni xüsusi dizayn olunmuş və bu plastik də ola bilərdi, amma görürsüz, yəni bu kifayət qədər yəni möhkəm bir materialdır və xüsusi dizayn edilmiş materialdır. Yəni hətta yəni qapıların bu daxili qapılardır, amma yenə də bu qapıya toxunanda bir güvən hissini ötürmək üçün ki, bizə güvənin. Yəni onu ötürmək üçün xüsusi dizayn edilmiş və xüsusi bərklik, möhkəmlik və güc ötürmək üçün, enerji ötürmək üçün hər bir detala biz fikir vermişik. Belə bir, yəni bir var ki, aldadıcı bruslar. Bu amma tam brusdur. Yəni belə bir material, belə bir qalınlıqda taxtadan, sırf təbii taxtadan, orqanik taxtadan yataq hazırlansın. Hər bir baş vermiş hadisəyə bir təcrübə kimi baxıram, bir dərs kimi baxıram. O mənə çox şey öyrədir. Və onun sayəsində növbəti dəfə daha keyfiyyətli işlər görməyə başlayıram. Peşmançılıq zəif insanların xarakteridir. Yəni ona görə peşmançılıq hissi gəlirsə, onu vaxtında qovmaq lazımdır. Yəni o çox məhv edici bir hissdir. Ona görə də emosional olaraq ona hazır olmalı və güclü olmalısan ki, peşmançılıq hissi gələndə o hissi özündən uzaqlaşdırasan. Əks təqdirdə özünü məhv edəcəksən, sadəcə olaraq əksinə onun adekvat cavabı öz gələcəyinə, gələcək planlarına inamla yanaşmaq və maksimum inam olmalıdır ki, hədəfə çatasan. Ümumiyyətlə, insan nəyə çox inanırsa, o da olur. İnandığı şey olur. Bircə dəfə tərəddüd eləsə, işinə bircə dəfə şübhə ilə yanaşsa,
Yəni o şübhə hissi gələndə vaxtında qovmalısan. Girdisə virus kimi o sənin canına, o şübhə hissi, o səni yeyib məhv eləyəcəkdir. Ona görə də şübhə dediyim, yəni məqsədinə çatmaq yolunda ki, bu iş uğurlu olacaq yoxsa yox, ona sən şübhə ilə yanaşdığın təqdirdə ilk hisslərdən onu qovmalısan. Qovmadınsa o səni yeyib batıracaq. Nə haqqında sən dərindən inanıb düşünürsənsə, onu da özünə cəlb edirsən. Pis şey haqqında fikirləşsən, pis hadisə haqqında fikirləşsən, biznesdəsənsə, biznesin həmişə riskləri tərəfdən fikirləşirsənsə ki, birdən bu olar, birdən bu olar, bəs birdən bu olsa necə olacaqdı? Mütləq şəkildə o gəlib səni tapacaqdı. Ona görə də bəzən o deyir ki, ağıllı fikirləşincə dəli vurdu, çayı açdı məsələsi. Elə ağıllı fikirləşib elə 100% o çayı tullananda ayağı ilişib yıxılacaq. Azərbaycanda belə bir yanaşma var da, bizim videoların şərh bölmələrində də yazırlar bu tez-tez. Bəli. Mən də sual vermək istəyirəm ki, Murad bəyin dayı kimdir? Belə deyə, onların dilindən desək, bu qədər işlər görür. Açıq deyim ki, bunu mənə 90-cı illərdə 2000-ci illərin əvvəllərində versəydiniz, mən sizinlə razılaşardım. Ki, dayısız iş mümkün deyil. O vaxtı həqiqətən də çox çətin idi. Amma bugünkü gündə şükür Allaha ölkəmizdə artıq sivil formada elə necə deyim, təkmilləşmiş bir sistem formalaşdırılıb ki, artıq işləmək istəyən işləyə bilir. Yəni, əvvəllər doğrudan çox çətin idi. Yəni, istər qanunsuz işlər görənlər çox idi. Yəni, mən sizə deyirəm, bir 20 il bundan qabaq. Nə bilim, istəyir polis strukturunda, istəyir məhkəmə strukturunda, istəyir başqa bir strukturda, istəyir icra hakimiyyət strukturunda fərqi yoxdur. Sahibkarları çox boğurdular həmin dövrlərdə. Yəni, ən azından 2005-ci ildə yəni, o çətinliyi görürdüm. Amma bugünkü gündə şükür Allaha başda cənab prezident olmaq şərti ilə onun nəzarəti, onun qurduğu güclü siyasətin sayəsində artıq əksinə sahibkarlara şərait yaradılır ki, təklif olunur ki, gəlin, misal üçün, yeni iş yerləri yaradır. Yəni, bugünkü gündə dayımız cənab prezident. Yəni, əgər day deyirsinizsə, yəni, day deyəndə, yəni, bizim böyüyümüz, yəni, o mənada soruşursunuz da, dəstəkçimiz, bizə kömək eləyən, Allah ona uzun ömür versin, cənab prezidentdir. Runaway daha çox insanlara özəl istirahəti, private, yəni onların daha sakit və daha özəl bir istirahətini təmin etməkdir məqsəd. Və bu səbəbdən də biz ilk gəldiyimiz gün birinci növbədə restoranla kotej zonasının yaşıl hasar vasitəsilə, yəni estetik görünüşü də pozmaması üçün yaşıl hasar vasitəsilə bölgüsünə həyata keçirdik ki, restoran qonaqları, kotej qonaqlarını narahat etməsinlər. Eyni ilə də kotej qonaqları, yəni buradakı evlərimizin qonaqları özlərini daha rahat, daha komfortlu hiss eləsinlər. Bundan başqa biz terrasda fire pit, yəni ocaq yeri formalaşdırdıq ki, planşetdən, telefondan uzaq olsunlar. Burada ailəvi şəkildə, mehriban şəkildə bir yerdə vaxt keçirsinlər. İstəyirsiniz qalxaq orada? Bəli, qalxaq elə oradan da mən göstərim. Burada həqiqətən də gözəl bu taxtalardan və s. Yəni, bura gəlib istirahət eləmək istəyən həm də belə deyək də biraz keçmişə qayıdır, biraz tarixlə. Bəli. Həqiqətən də biz bu kresloları da hazırlayarkən maksimum dərəcədə... Bunlar yox idi da burada? Xeyr, burada yox idi. Bu kresloları biz hazırlayarkən hətta onun söykənmə bucağına qədər, yəni belinin söykənmə bucağına qədər fikirləşmişdik ki, burada saatlarla belə əyləşsəniz, siz yorulmazsınız. Yəni özünüzü saatlarla bu ocağın ətrafında əyləşib söhbət eləsəz, dərdləşsəz, yorulmazsınız. Və plus da belə keçid dərləri biz yerləşdirmişik ki, yəni onu bu soyuq aylarda misal üçün kreslonun üzərinə qoyulub, yəni rahat oturma olar. Bugünkü gündə megapolislər kifayət qədər yüklənir. Orada artıq yaşama mümkün deyil.
İnsanlar bəli pul qazana bilir, amma sinir sistemi pozulur. Artıq insan həyatın mənasını itirir. Ki, nə üçün yaşayıram mən? Nə üçün bu əziyyəti çəkirəm? Bir halda ki, yenə də bu cəhənnəmin içində yaşayasan. Pul qazandın, yenə də o pulu da cəhənnəmin içində xərcləyəcəksən. Mən demirəm ki, bizim gözəl Bakımız cəhənnəmdir. Amma bir çox megapolislər artıq cəhənnəmə doğru gedir. Və çox bahalıdır şəhərlərdə yaşamaq. Bəzi insanlar əslində müasirliyi soyunmaqla eyni bilirlər. Müasirlik soyunmaq deyil. Yəni, müasirlik daha da bilikli olmaqdır, daha dünya görüşlü olmaqdır. Müasirlik daha hər hansı bir texnologiyadan məlumatlı olmaqdır. Müasirlik öz sahəndə daha da təkmil olmaqdır. Mən hər bir ətrafımdakı insana hər zaman qeyd edirəm ki, sahənizdən asılı olmayaraq fərqi yoxdur. İstəyirsiniz fəhlə olun, istəyirsiniz ayaqqabı tikan olun, istəyirsiniz IT mütəxəssis olun, fərqi yoxdur. Öz sahənizin bir nömrəlisi olun. Öz işinizin peşəkarı olun. Ancaq belə olduğu təqdirdə ümumi iqtisadiyyatda dəyər əmələ gəlir. İsmaildə bir malər var idi. Dedim ki, bəs Venesianski şkaturka deyə bir divara, biz hal-hazırda kotejlərimizin divarını ondan eləmişik. Venesianski şkaturkadır. Bu da illərin malyarıdır. Dedim ki, usta, mən sənə YouTube-dan o necə vururlarsa, onun qaydasını göstərim sənə. Sən onu vur bura. Video baxdı, dedi, yox, bunu özümə niyə əziyyət çəkirəm? Yəni, digər işləri görürəm, kvadratını 3 manata alıram da. Deyirəm, material qarışıq, bunun qiyməti 25 manatdır. Yəni, materialın da qiyməti onun içində maksimum deyək ki, 10 manat olacaq. Kvadratı 15 manat əl haqqı çıxır. Bunu öyrənsən, İsmaildə səndən başqası olmayacaqdır. Yəni, sən yeganə insansan. Təsəvvür öyrənməz, mən məcbur Bakıdan adam gətirdim bura. Təbii ki, o da rayon adamıdır, amma Bakıda yaşayır. Gətirdim, bu işi gördü burada. Bu işimizdə proses gedən vaxtı, yəni evin içində divar. Proses gedən vaxtı nə qədər adam gəldi, baxdı ki, nə gözəl şeydir bu. Mən də evimi istəyirəm, villam var, Xanagah kəndində, nə bir filan kənddə. Mən də evim bundan istəyirəm. Nömrəni verdim, zəng elədi. İndi həmən usta elə Talıstan kəndində bu dəqiqə işləyir. Buna nə ad vermək olar? Buna o ad vermək olar ki, insan komfort zonasından çıxmaq istəmir. Özünə əziyyət verib yeni bir şey öyrənmək istəmir. Və öyrənmədiyinə görə də inkişaf eləmir. İnkişaf eləməyəndə də yüksək qiymətlə pul qazana bilmir. Yəni, necə ki, pomidor kimi satmaqla ketçup kimi satmağın fərqi var. Eyni ilə də divara emulsiya vurmaq, şpaklevka vurmaq işi ilə, yəni sadə bir işdir da, Venesianski şkaturkanı vurmaq qabiliyyəti başqadır. Yəni, sən daha belə yaradıcılıq qatan bir iş görürsən də artıq. Məsələn, adam deyir ki, hal-hazırda aylıq 1000 manat maaşımı alıram. O maaşını atıb, 1-2 ay işsiz qalıb, sakit başına fikirləşir, hər hansı bir biznes aça bilər özünə, düzdürmü? Amma illərlə o maaşlı işindən, 1000 manatlıq işindən risk edib çıxa bilmir. Yəni, o bariyeri aşa bilmir. Ki, birdən bataram, sonra nə olacaq? Yəni, nə olacaq? 2 ay sonra alınmasa, başqa bir yerə gəlib müraciət edib iş tapırsan da, dünya dağılmayacaq ki. Yəni, təsəvvür edin ki, illərlə o zənciri qıra bilməyən insanlar var. Maaşla irəli getmək olar? Bilirsiniz necədir? Orta nəzərdə tutunda. Fərqi yoxdur hansı səviyyədə maaşdır. Məsələn, 1000-dir, 5000-dir, 10.000-dir. Baxır sizin həyatdakı məqsədinizə. Sizin həyatdakı məqsədiniz səhər saat 9-dan axşam saat 6-ya qədər işləyib, sonra gəlib öz şəxsi həyatınızı yaşamaq istəyirsinizsə, ki, misal, mən ailəmə vaxt sərf eləmək, uşağıma vaxt şəxsi özümə sərf eləmək istəyirəm. Maaşla barışır. Yəni, adam deyir ki, misal üçün, mən heç çox pul da lazım deyil. Mən bir dəfə bir nəfərə dedim ki, misal, sən bunu eləsən, bu qədər qazan. Dedim, mən deyirəm ki, o qədər pulu. Mən elə aylıq 1000 manatla belə yox, belə dolanıram da. İstəmirəm mən o qədər pulu. Dedim, hörmətlə yanaşıram sənin fikrinə. Həqiqətən də, yəni, pul onsuz da həyatda hər şey deyil ki. O belə xoşbəxtdir. O belə xoşbəxtdir.
Adam deyir ki, misal üçün, mən istəyirəm ki, saat 6-dan sonra işi unudum, gedim öz həyatımı yaşayayım. Mən, misal üçün, əgər qarşıma Ferrari almaq qoymamışamsa, deyirəm çoxlu pulu. Milyoner olmaq istəyirsinizsə, təbii ki, maaşlı işdən çıxmaq lazımdır. Mümkün olan şey deyil. Maaşlı işləyə-işləyə siz milyoner olasınız. O mümkün deyil. Maaşlı iş sizi bir yerə zəncirləyib bağlayan bir sahədir. Yəni, mümkün deyil ki, siz aylıq... Mən qeyri-adekvat əməllərdən danışmıram da. Misal üçün, kimsə rüşvət alır, kimsə oğurluq eləyir şirkətdən, əyri yolla. Yəni, mən bunları istisna edirəm. Yəni ki, o olmadığı təqdirdə maaşlı işlə milyoner olmaq mümkün deyil. Bu aksiomadır. Amma bir sual vermək, o ümumiyyətlə milyoner olmaq istəyir, ümumiyyətlə, yoxsa yox. Yəni, niyə kiməsə? Mən bir dəfə bu CBT Azərbaycan layihəsi var idi. Daha doğrusu Adventure-Az layihəsində. Biz getdik dağ kəndləri, Qubanın dağ kəndləri və Qırız kəndi. Orada bir ağsaqqal kişi var idi. Bəlkə də şəkillərdə sonra görmüşsünüz, bığı belə uzun belə bir kişidir. Kəndin ağsaqqallarından biridir. Ora ilk dəfə tur təşkil edənlər elə biz idik. İlk dəfə turist aparmağa niyyətlənirdik. Biz getdik, bizi qarşıladılar. O ağsaqqal öz evində qarşıladı, biz yedik, içdik, bizə qonaqlıq verdi falan. İndi biz izah eləməyə çalışırıq ki, yəni turizmin bura gəlməsi sizin üçün töhfə verəcək, sizin üçün yaxşı şərait yaradır. Deyirəm ki, misal üçün, yəni ağsaqqal icazə ver, biz bura qonaq gətirək, qonaqlar qalsın, siz onlar üçün yemək pişirin, satın. Yəni əvvəlcədən hər şey danışılacaq. Bir gəlin də, nə problemdir ki? Mənim 1000 baş qoyunum var orada. Mənim 800 baş qoyunum var. Gələsiniz, kəsəcəm birini yeyib-içmək verəcəm sizə. Deyir, yox da, biz sizə yük olmaq istəmirik. Ya ki, sən nə danışsan deyir. Qonaq nə vaxtdan mənə yük ola bilər ki? Mən, görürsünüz, onun yanaşması başqadır, mənə yanaşım. Mən deyirəm ki, yox da, bəs düzgün deyil, bu da ədalətli deyil da ki, mən gedirəm orada turist gətirəm, turistdən pul qazanıram. Sən onda burada havayı öz ruzindən ona kəsib havayı verirsən və sənin heç bir marağın olmur. Belə çıxır ki, mən səndən su istifadə edirəm. Gəl razılaş, pulla qəbul elə mənim turistim. İndi oğlu razılaşıb, oğlu cavan oğlan deyil, mənim yaşımda bir oğlan idi. Deyir ki, müəllim, mən razıyam, prosto bir də ağsaqqalı yola gətir də. Deyirəm ki, güya ki, izah edirəm, deyirəm ki, yola gətirməyə çalışıram da ki, ağsaqqal, bax, burada bu işi qursaq, mən bura daimi turist gətirsəm, sizin maddi vəziyyətiniz fərqli olacaq, övladınız, misal üçün, uşağını yaxşı təhsil verəcək, daha aşağı kənddə orada, məktəb var orada və siz daha xoşbəxt olacaqsınız da. Qayıtçı kim deyir ki, biz xoşbəxt deyilik? Yəni, belə qaldım, düşünə-düşünə ki, yəni, kişi düz deyir də. Yəni, ona görə də xoşbəxtlik anlayışı nisbidir. Bizim üçün xoşbəxtlik hesab etdiyimiz şeylər başqası üçün başqa şeydir xoşbəxtlik. Yəni ona görə o maddi imkan, gəlirlik, pul, bunlar abstrakt bir şeylərdir. Yəni insanın şəxsi keyfiyyəti olmalıdır. Pul, maddi vəziyyət insanın şəxsi keyfiyyətini müəyyənləşdirmir. Həyat şəraitini yaxşılaşdırır. Amma bir insanın digər insandan üstün eləyə bilməz heç vaxt maddi vəziyyət. Çünki maddi vəziyyət niyə abstrakt dedim? Çünki bir göz qırpımında yoxa çıxa bilir. Yəni mənim həyatımda baş verib bunlar ona görə. Ona görə də həyatda öz maddi vəziyyətinizlə güvənmək yox, bilinizlə, savadınızla, dünya görüşünüzlə güvənə bilərsiniz. Hörmətinizlə ki, insanlar sizə necə hörmət edir bununla. Maddi vəziyyət çünki abstrakt bir situasiyadır. Yəni, bir gün var, sabah yoxdur, yoxa çıxır, anlayış, yəni ki, ya var, ya yox, bilinmir. Bizim layihəmiz barədə nə deyə bilərsiniz? Mən sizin layihənizi çox yüksək qiymətləndirirəm ki, siz sahibkarları ən azından tapıb, yəni biz sahibkarlar özümüzü ifadə etmək üçün, öz fikrimizi bildirmək üçün, harası çıxıb danışmaq üçün kifayət qədər limitli vaxtımız var. Amma siz ki,
gəzib dolaşıb dağın başında bizi tapıb bizdən bu fikri alırsınız və bunu tarixə yazırsınız. Ən azından yaddaşa həkk olunur. Yəni bizim də biznesdə, sahibkarlıqda illərimiz keçir və hər hansı bir təcrübəmizi paylaşmaq üçün nə bir vaxtımız olur, nə də ki, ümumiyyətlə belə bir təcrübəni və yaxud da ki, belə bir hadisələri, biliyi yaddaşa salmaq üçün imkanımız olur. Siz çox, belə deyək də, bir faydalı bir işlə məşğulsunuz ki, tapırsınız, danışırsınız, ərinmirsiniz, komfort zonanızdan çıxıb gəlib dağın başında dağın başında belə bizləri tapıb bizdən nətər deyim, bu müsahibəni ala bilirsinizsə, bu çox yüksək qiymətləndirilməlidir. Mən düşünürəm ki, bizim danışdıqlarımız ola bilər ki, kimsə üçün faydalı ola bilər, kimsə üçün faydasız ola bilər. Amma əminəm ki, ən azından kimsə gələcəkdə, xüsusilə gənclərdən gələcəkdə biznes qurmaq istəsə, ümumi söhbətin içindən bir dənə cümlə götürə bilər ki, özünə, hər hansı bir cümlə. O cümlə onun biznes həyatında, karyerasında bir dönüş nöqtəsi ola bilər. Hansı ki, mən bunu özümdə görmüşəm, bir çox insanlar olub ki, bir cümlə ilə mənim həyatıma çox müsbət qatqısı olub. Ona görə də siz çox savab iş görürsünüz, çox həqiqətən də faydalı bir iş görürsünüz. İnsanlara xeyir verən bir iş görürsünüz. Niyə savab iş görür? Çünki insanlar bundan xeyir götürür, faydalanır. Bir çox sahibkarların, mən özüm də sizin videolara baxmışam, bir çox sahibkarların məsləhətləri, həyat təcrübələri, iş təcrübələri olub ki, onların normalda hər hansı bir pullu təlimlərdə işləyə bilərlər ancaq. Amma siz pulsuz olaraq bunu onlara ötürürsünüz. Məsələn, hər hansı bir təcrübə və yaxud məsləhəti ola bilər ki, məsələn, mən və yaxud da qeyri bir başqa bir sahibkar məsləhəti vaxtında verəndə ən azı bir 200.000 qabağa düşürsən. Ki, bala, mən getmişəm bu yolu. Sən getmə. Sən bax, bu sağdan getmə, soldan get. Bax, bu aksiyomadır. Yəni ki, o demək deyil ki, mən bacarmamışam. Mənim kimi bir 10 nəfər də gedib bu sağ yolla. Bu, gedib tupikdə dirənib və batıblar. Ona görə də sol yol daha məsləhətlidir. Və o, ona bir 200.000 xeyrə başa gələ bilər. Və vaxt qazana bilər. Ona görə də mən sizə öz təşəkkürümü bildirirəm. Siz çox faydalı işlə məşğulsunuz, savab işlə məşğulsunuz. Belə də davam eləyin. İnşallah ki, çox böyük uğur qazanacaqsınız. Biz tərəfdən də nə dəstək lazımdırsa, canla başla göstərməyə hazırıq. Çox sağ olun, təşəkkür edirik. Biraz çətin oldu, amma çətin olmayan şey mən düşünürəm ki, onu əldə eləyəndə o qədər də xoş olmur. Bəli. Mən biraz da elə öyrəşmişəm. Mən də sizə təşəkkür edirəm ki, bizim dəvətimizi belə deyək, qəbul elədiniz. Çox bilirəm, vaxtınız yoxdur, işiniz burada yeni açılıb və s. amma bizə vaxt ayırdınız. Elə oldu ki, bizə çox vaxt ayıra bildiniz. Təşəkkür edirəm. Çox təşəkkür edirəm. İnşallah, yəqin ki, növbəti filialımızda bir də görüşərik. İnşallah. Bu dəfə Qarabağda yəqin ki. Mütləq. Mütləq O şəkildə. çox qürur verici olar.